Böyük Britaniyanın Birmingham şəhərində kommunal xidmət işçilərinin tətili xoşagəlməz mənzərə yaradıb. Küçələrdə 17 mindən çox məişət tullantısının toplanması fonunda hərəkətə keçən şəhər bələdiyyəsi fövqəladə vəziyyət planını işə salıb. Küçələrin təmizlənməsinə əlavə 35 texnika ayrılıb. Adi vaxtlarda gün ərzində 200-dən çox texnika küçələri zibildən təmizləyirdisə, tətil nəticəsində bu rəqəm 90-a düşüb. İşə çıxmaqdan imtina edənlər depodan çıxışlara mane olduğuna görə həmin 90 texnikada tam gücü ilə fəaliyyət göstərə bilmir. Birmingham sakinləri üfunətli küçələrdə gəmiricilərin sayının kəskin artmasından da gileylidilər. Qeyd edək ki, bələdiyyə işçiləri bəzi vəzifələrin ləğv olunması və nəticə etibarilə gəlirlərin azalmasına etiraz edirlər. Həmkarlar İttifaqı ilə aidiyyatı qurumlar arasında danışıqların nəticəsiz qalmasından sonra işçilər martın 11-dən müddətsiz tətil elan ediblər.